Yorulmusan? Bizon Ice Coffee ilə yorğunluğu alt üst et. Əsrlərdir öz sirrini qoruyan sonsuz dərinlik təbiətin digər möcüzəsi ilə birləşir. Patron dəniz duzunun günə baxana saf toxunuşudur. Patron kimyəvi maddələrdən uzaq, ləzzətin keyfiyyətə sadiqliyi nümunəsidir. Unudulmaz anların ən ləzzətli dostu Patron, ən səmimi anlar üçün. Patronun və Bizonun baş sponsorluğu ilə İki Qapı Arasında serialı başladı. Bax, axırıncı dərsimizdə az qalıb vaxtımıza. Oxu görüm. N, E, C, Ə, S, Ə, N. Nə oldu? Hancarısan? Aferin sənə. Əlasan. Belə davam elə. Sonra. Havada gah belə eləyir, gah belə oynayır. Canımda can qalmadı. Siz nə tərsiniz? Gördüyün kimi. Sən nə tərsən? Çay hazırdır ya, dərs bitən kimi gətirirəm. Duyğunun səs deyil o. Duyğunun səsidir. Duyğu nə yazır burada? Duyğun nevidir çünki. Sən nə gəlsən burada? Oğlum, nə otağına gelsən? Dərsimiz bitdi Kamran. Hələlik. Nə yazırsan burada? Bura kimin evidir? Kirayə işinin. Gəlmişəm kira pulunu dalına. Sən nə gəlsən burada? Mənim sənə sürprizim var. Sürpriz? Surprise. Mən yarıcan olmuşam. Mən də matabat düşəm, əmrəyim dönsün. Bəsdir də, mən deyirəmsə, Kamranın gələcəyi üçün edirəm, təhsili üçün edirəm. Dedim ki, Kamran dərsdən kənar, evdə də hazırlaşmalıdır. Vəssalam. Bəs salama bax. Məktəb nə üçün də başına dönüm. Bu bir dənə məktəb oxusa bəsdir də. Bu özünə sevgi nə, qanır, təhsil nədir, Kamrana nə öyrədəcək? Ay başını bir məntiq işlət da. Əslində, yəni, mən də elə fikirləşirdim də, nə yalan deyim. Amma sonra Fazil qardaş sağ olsun, yəni, ailə savadlı, 2 diplomlu adamdır da. O mənim ağlıma saldı ki, uşağı dərsdən kənar da hazırlığa qoy da. Fazıl dedi. Ha, Fazıl. Fazıl ölsün Fazıl. Ha deyirəm də durduq yerdən. Ay başına dönüm. Getsin ya, amma Fazıl sağ demirdi ki, iminli o sarı kişmişin yanına. Kimi? Adı nədir onun? Sarıbaş. Sarıbaşın yanına hazırlığa qoy demir. Bax ay başına bir de bu aləsin bunu. Bilmirəm də, yəni Fazil qardaş onu çox təvəqqə ki, yaxşı müəllimədir. Düz deyir, mən də onun müəlliməliyini görməmişəm də. Amma yəni onun yanına qoyacağam, vəssalam. Onu da Fazıl dedi. Hə, Fazil dedi. Sağ olsun Fazıl, nə olar. Sən sabah əldə-yaxda ol. Sabah Fazilin gülabını cəmaata sən daşıyacaqsan. Sabah Fazilin son günüdür. Gedir Fazilə. Əlini mənə biraz sarı. Sən yaman çaşdırırsan ha. Bana bir də axıra kimi deyirəm, əlini mənə sarı. Mənim qara kişmişim. Biraz qəlisimli oldu. Kamranın atası mənəm. Kamranla bağlı gələcək bu gün həmişə onun qərarlarını mən vermişəm. Ona görə də Kamranın sevginin yanından hazırlıqdan çıxardı. Xahiş edirəm. Dedim ki, çıxartmayacağam. Səni qınamıram, əlindən öpürəm, sığalayıram. Elə də tərs bir bürsən. Mən Kamranın atasıyam, evin kişisiyəm. Deyirəm, çıxardacaqsan. Deyirəm ki, çıxartmayacağam. Başqa əlavə sözün. Mən də deyirəm ki... Nə deyirsən? Nə deyirsən? Görüm sən nətər deyirsən, illa da olsun. Nice. Nə olar? Dur ayağa gel. Bir dənə də söz deyim də, bir dənə söz deyim. Yox, çıx bayrağa. Qutardı getdi, bax. Mənim isti yuvamı niyə söyləyirsən Fazil? Sən mənim uşağıma dərs keçməyə fikirləşən vaxtındır Fazil. Tərdən atım, indi sənə bir dənə qulaq vurması verim. Ola bilsən elə bugün sənin axırıncı günündür. Özdə bilirsən nə var? Biz də tələbə olmuşuq da. Bir qarnı az, bir qarnı tox oxumuşuq. Bunun bir danışığına bax. Mənim nə tərsə... Fazil,
Mənə heç dəxli yoxdur. Sən bir qarına ac olmusan, tox olmusan, nə olmusan, 2 diplomlusan, 10 diplomlusan, mənə dəxli yoxdur. Mənim uşağım Türkiyədə bazarlıq gözləyir. Anası burada oturub yemək yeyir. Adam tapırsan, kim gedəcəksə ora. Mən bazarlığımı eləyirəm, yola salıram. Bildin nə var? Şış. Sən qudurtmusan onu. Niyə? Dönər yesin də gərək ət yesin. Bir gün yedi dönəri, 2 gün yedi dönəri. Bu uşaq nə ilə dönər yeməlidir? Mərci yesin də gərək düşbərə yesin. O dediklərimin heç birini mən yemirəm, ölürəm. Yox, sən ki budur ki, bunları qoy kənara, gəl dalaşaq. Sən bu evə nə vəvət aldın ki, məndən ətli yemək istəyirsən Fasil? Sənin ətini didərəm, indi mən burada. Mən başa düşmürəm, ora ət yeməyə gedim, dərs oxumağa gedim. Mən mərci yiyəm. Uşaq de, Elə bacım bunu acılasın, sonra özüm şapalaqlayacağım Fazili. Bilirsən nə var? Fasil, qozmeni qəbir düzəldən. Qozmeni qəbir düzəldən. Gedəcəksən bazarlıq eləyəcəksən, uşaq orada oxuya qalır. Başına dəysin onun oxumağı. Sən də qardaşın kimi sözü deyib hara gedirsən, Ehtiyatlı ol. Yavaş ol. Ay yox. Saxla. Öldüm mən. Öldüm mən. Belim qırıldı. Hara sürürsən mən? Hara gedirik axı? Mamed usta yoxdur onlara. Dünənlər qapılarından keçəndə dedim ki, gətirəcəm paltaryanı təmir eləyərsən. Ay əlləri qızıl usta. Mamed, adamını bayaqdan dinəndi. Mamed nə gəzir? Xəbərin yoxdur. Bayaq səhər bazara getməmişdim. Mamedin gəlini gördüm. Gördüm qapqarı, rəngi boğuldu. Xülasə. Xülasəsi odur ki, deyir gecə ilə kişiyə birdən-birə durduğu yerdə nəsə oldu. Əlləri qurudu, yapışdı yanına. Həkim də çağırıb, həkim baxıb deyib ki, heç nə. Bundan daha Elfiz üzün. Yaxşı. Neyniyək? Sür Fazilgilə. Yavaş yavaş, ehtiyatlı ol. Arabanın altı deyən. Biraz zət sür. Elə dalımca satasan, sal ol. Uğur, ay Uğur, sənə qurban, çox ti gezirsən, Uğur. Yavaş, ehtiyatlı ol. Acısı qurban buna, hadi gözümə gəlirsə. Bacı, bacımsan? Biz 2 bacıyıq. Bu da bacımızdır. Biz 3 bacı dolmasıyıq. Fasil, yuvam yıxılıb mənim, yuvamız. Yuvada yaşayırıq biz, hani bizim yuvamız? Həyat nə qəşəkdir, elə xoşuma gəlir belə yaşamaq. Bu heç nə xatırlamır ay Fasil'im. Narahat olma ay Vəfa, insanlıq ölməyib. Mən bu saatda onun 2 arvadını çağıracam. Kimi tez tanısa, biləcəm ki, onu çox istəyir. Kimin 2 arvadını? Heç nə, Sənin 2 arvadını. Mənim 2 arvadım var, mənim 2 arvadım var. İndi yadıma düşdü, mən də deyirəm. Bir dayan imkan ver, 5 dəqiqə dərdimiz ondaqda. Fazil yaxşı yadıma düşdü. Sən ya mənim uşağımın təhsil işinə qarşısan, ha? Sən mənim uşağımın təhsil işinə qarşısan, mən də sənin uşağımın təhsil işinə qarşımalıyam da. Ay başımı bu tərəfi dəyməyib, bu tərəf dəyməyib, incit elədik bu tərəfi. O pusu qırağa qoy. Ay, mən sənin uşağının təhsil işinə qarışmıram. Uşağının təhsil haqqını ödəyirəm. Amma sən mənim haqqıma girirsən. Ay, sənə görə deyirəm də müəllimə əlavə pulu verməyəsən. Pulu bu cibindən götürüb, bu cibibə qoyasan da səndən pul çıxmasın. Ay, bir dillən də bir olsun da. Bir dayan görüm də bir dırsın hazır. Gör başısı nə deyir, başı qurban. Başı səni sevir. Mən o başlardanam ki, qardaşı sevirəm. Ay, yaxşı. Amma bu dəfə Fazil düz deyir ha, Sadiq. Eşitdin, Fazil düz deyir. Həmişə düz deyir. Özdə sən bizim qapının dalında neynirdin, divanda vurdun, qırdın. Yaxşı da. Asım. Nə? Abi dayan da. Eve yedirəm girin səni. Nə? Ehtiyatlı ol buralarda. Uğur. Ay Uğur. Təzə xəbərim var. Deyim. Saxla. Sözünü de. Ürəyim partlayır bayaqdan qoy deyim, deyir desəm öldürələ deməsəm ölərəm.
Laləzərin qızı yoxdur. Hə. Küsüb, gəlib oturub atasının xarabasında. Deyir daha qaydan döyürəm, boşanıram. Onlar niyə durduğu yerdə boşandılar? O günlər kəndə gəlmişdilər. Balaca şağını da götürdüm qucağıma, dedim atalan alı böyüsün. Nə bilim, dünya işini bilmək olmur. Soruş mənə deyim də. Onun qaynası var ha. İfritə. Oturub tögün evdə. Xülasə. Uşaqlara baxa bilmir də yazıq qız. 3 dənə uşağı. Xülasə kəlam. Əşi, xülasə kəlam budur ki, qaynanası adam döyür. Sır. Onu da sənə deyim ki, lap avtoşlar kimi sürsən ha. Qurban olaram sənə. Bası. Ay, narahat olma, əzilmədim. Yaxşıyam, əzilmədim. Tataryanı heç olmadı. Baxıram, bu dəqiqə baxıram. Bir də sən qaldırma, belim ağrıyar, özüm eləyəcəm. Sənə qurban olaram, sən narahat olma. Sən get gəlim. O qədər safsan, o qədər safsan. Ay bala, sən hiss eləmirsən, duyğu sənin bu saflığından istifadə edir. Özü uşağı sənin yanına gətirib qoyubdu ki, kirayənin pulunu verməsin. Sabah deyəcək ki, rasxodum çoxdur, uşağı hazırlığa gedir, ay nə bilim, filan bey, mən kirayənin pulunu verəmir. Sabah nədir, bayaq mənə çağırdı, dedi ki, mən kirayənin pulunu verə bilməyəcəm. Yəni, bir dənə düşün də, beylik işlətdə, xahiş edirəm da. Ay Sadiq, mən axı istəyirəm işləyim, sənin kömək olum, ailəmizə kömək olum. Mən görürəm da ki, sən səhərdən axşama kimi işləyirsən. Nə olar ki, indi mən də 1-2 uşaq hazırlaşdırsam? Amma rast ki, belə deyirsən ki, səni deyib ki, kirayəni verəməyəcəm. Sənin də dediyində haqq var. Ay bala, 200 manat qazansan, 600 manat itirirsən. Baba, görürsən, başa düşürüm birbirimizi qadın. Ata, başa düşmürəm. Anam 7 il boşuna oxuyub. Ay bala, get dərslərini oxu da, sən nəyin lazımdır valideyn söhbətinə qarşısan? Sabah dərs yoxdur, bazardır. Bir də onu deyim ki, hər qadın öz ayaqları üstündə dayanmalıdır. Gender bərabərliyi pozma, xahiş edirəm. Ay belə şey yoxdur. Cəmaat uşaq atasından abur-cubur istəyir, kukla istəyir. Mənim ki oturub mənə gender bərabərliyinin davasını eləyir. Mən anamın yerində olsam bu evdə bir gün də qalmaram. Bu uşaq bu ailəni dağıdacaq. Bax, potensial alimentlə böyüməli uşaq da. Gəlib prosto bu yuvaya düşüb. Dur, təpədə danışa, uşağın yanında danışamıyorum səndən. Çıx. Sadiq. Getdik nənəni oxşadın ha. Nənəni oxşadıq. Çıx söylə. İmkan vermir, bu uşaq imkan vermir, bütün həyatımızı dağıtdı. Sən ona qulaq asma, mən nə deyirəm o da, evin kişisi mənə başa düşdün. Yox, mən Ləman dediyi ağlıma batdı, mən işləyəcəm. Ay bala, Ləman evin uşağıdır, mən evin kişisiyəm, dedim işləmirsən, qutarı getdi da. Mən də sağ deyirəm, işləyəcəm. Sağ ol, üstümə yersən, mamana demisən? Mamana dedin elə hər şeyi. Yox, dənməmişəm, telefonumun zərtkası qutarıb. Ben niyə belə ürəkli mənlə hərəkət edirsən, başa düşmədim. Sən nə oldu, dəyişdik? Ana, telefonu zəqqaya qoydum, açıldı. Ata, nənəm zəng eləyib, sənlə danışmaq istəyir. Nə? Alo, canım qaynanam. Ay can. Yox, mənə deyir ki, mən işləyəcəm. Mən də dedim, sən nə işləyirsən? Mən işləyəcəm, sən istirahət eləyəcəksən. Bəli, 7 il təhsil vermişsiniz. Yox, 7 dedin, elə bildim 7 il təhsil verirsiniz. 7 arxa dönənim, yaxşı dönəmləri idi. Sonra nə var, nə yox? Var yox. Yox, siz laf dərinə gedirsiniz. Mənə də deyən, əzizlərindir. Təb eləyirəm əlim için. Hara getdin, çıxdın sən? Tam pərdən cırıq-cırıq edirsən, gitsən. Onu get sən, götür get. Nənən sən gəlsə, onu blokat get, ay bala. Problem deyil bu uşaq. Get evə, get. Get qoy zaryatkaya təzdən. Yaxşı. Anana denən mənlə pərdəni aşmasın ha. Mən ağızdan baytaq adamım ha. Pərdəni açar dərniyə gedərəm ha. Nə bax? Biz nişanlı olanda mən sana dedim ki, mamamla arana pərdə qoy. O əl-qol zarafatınızı yığışdır. Dedim, demədim. Yo, nə danışırsan? Mən qalmışam quraqda, sən mamamla beliydik. Nə olur? Yaxşı vaxtları belə əyləndik. Nəsə şey. İndi özünüz bilərsiniz, mən qatmayım. Mən son sözümü demək istəyirəm, amma səndən soruşum. İşləyim, işləməyim. İşləyim, işləməyim dedim, mən kiməm ki, anan qərar verdi də. Belə yaşayış yox deyil. Düzəldə bilərsənmi? Düzəltməyinə düzəldə bilərəm, amma başqa işim var. Ay, nə işi qadasın on. Deyəsən təzə işə düzəlibsən. İşə düzəlsin, deyən bir xeyir dua verək də. Uğur kişi, xeyir duanı bir dənə sağla, təcil işim var, mən gedim. Yolun açıq olsun. Sərin gözlük ələdiyim var. Ayağın altına bax da. Bura bax, işləmədin, nə işdir?
İşləyəndə ki, bu gecə Türkiyə adam gedəcək, mən də uşağa bazarlıq eləməliyəm, bütün günü onu fikirləşəcəm ki, nə edeyim? Narahat olma, bazarlıq məndə, sən bunu düzəlt. Sən canın, yaxşı bazarlıq eləyə bilirsən? Göz ki, məndədir. O vaxtı arvadşar eşitmir ki. Subay vaxtlarında bir təxminə adında bir xanımla salam mələk var. Evinin bazarlığı zaten mən eləyirəm onu. İnansan, evdə də istəmirdilər bunu alıb. Bir dənə qara Volga verirdi ki atam. O qızdan ayrılım. Amma mən bilsən satılan adam deyiləm, ayrılmırdım. Xülasənə başını ağrıdım. Bir gün ət alıb aparmışam. Qız ata baxdı, dedi ki, bu nə ətdir? Əti bəyənmədim. Nə tələsəbləşdim. Dedim, ha, mənim sənin kimi bazarda tanış qəssablarım yoxdur. Əsəbləşib, çıxdım, getdim Moskvaya yarışa. Nəyə? Güləşməyə. Mən bilirəm ona güləşməkdir. Sonra da atandan o qara Volqanı götürüb getdin, Qızılgülü aldın, hə? Sən hardan bildin? Danışmışam bu söhbət sən. Əşi, yox, mən onun kilosuna baxmışam, təxminə və zaur. Hə, də, onu yadıma düşdü. Yazsan hala danışdım öz həyat hekayəmi. Hələm dedim yazım, Neyse, düzəldirsən bunu. Yox, işim çoxdur. Həyat düzəlt, bazarlıq mənlikdir. Ya, baxarıq da. Ay bacı, bir dənə bura gəldə bütün günü bu adam eşələrdə. Nə gəbəridir o? Nə olub? Eşə, nə olacaq da? Qardaşının axır vəziyyətləridir. Hə, qalmışam iki qapı arasında, dəqiq bir dəfə gedirəm. Amma səndən çox xahiş edirəm. Bu sevgi duyğu ilə gedir. Get gəl yararım, iki söhbət ustasını mən ölsəm. Xahiş edirəm, mənim 3-ümü, 7-mi, 40-ımı eyni sal. Raskodu qaçsın, ay bacı. Ne ağlı? Heç yaxşı olmadı. Ula! Ne batı? Mən ha? Kişi ola, başına oxşaya nə olursa. Sən başın ölüb ki, sən uluyursan, nə olub bu? Yox bacı, bu dəfə bu söhbət o söhbətdən deyil. Mənim evlərim dağılsa, əmin ol, hamısı dağılacaq. 3 evin içində bir gündə dağılacaq, bitəcək. Bu gün o gündür, 3 yuva birdən dağılır. Baza görmə. Sənin 2 evin yox idi, 3-cü hardan çıxdı? Ara, mənim evimin ikisi dağılanda ortada sənin evin də gedəcək də. Sən nə düşünürsən? Mənim evlərim dağılmağa başlandı, birinci Fazilin evini dağıdacam. Onu yuvasız qoyacam, onun isti ocağını... Ya sən gədə gülmə! Sən bacını düşünmürsən, elə mi Sadiq? Təkcəcik bacını düşünmürsən, səni necə sevən bacını düşünmürsən. O yetimin evi dağılsa, o yetimin ailəsi mən deyiləm. Mən bacın hara gedəcək sənin? Tək tərəfi dağıdacam, eləyəcəm ki, ziyanlıq Fazilə deyəcək. Sən yatan kravat tərəfə dəyməyəcəm. Qonaq tazadır, hər şey dağılacaq, qutardı. Eşit, ulanmamışam sənə. Eşitməsin eşkim. Sənin səsini eşidən olmasın, ağlayan görməsin eşkim səni. Bacın ölməyib. Bacın biraz başı qarışıq da. Gör nə deyir bacı sənə. Vəfadara bazarlıq eləməliyəm. Tamam. Kişi ölüb, bazarlıq vaxtıdır. Oğlum vəfadara. Atımı da bir dənə ehsan şey eləyər. Eləyər. Gör nə deyir bacı. Camatlaq eləyir işi bizə. Fazil mənə söz verib ki, tez bazar iş tapacaq. İndi işləsin, marş sadalsın, mən bu marşı alım, gedib bazarlıq eləyim, uşağıma göndərəm, sonra sən də sənə mən eləyərəm. Sən Fazil iş tapana kimi qaqar ikinci kuru qaya qalxacaq. Sən nə tanış? Fazil 20 ildə işləmir. O vaxtda ki, mənim yuvalarım dağılacaq. Eşitsən səni. Yəni, sən mənim ailə problemlərimi həll elə. Vəfadarım, bazarlığı mənlikdir. Atam vəfadarım. Yox, ona bir dənə aştazada bir şeyləri yox, oğlunu deyirəm, oğlunu. Eləyəsən, bu rüzü qurbanına zəng dərmişəm, sən mənmişəm, badımşandan. Yox, yemirəm, mən badımşanca dayandırmışam. Ay, Sadiq, neşinə. Ay Vəfa, qapını açıq qoyursan, yeməyin qoxusu gəlir. Ağzım sulanır. Nə pişirirsən? Qardaşımın aldığı toyuq.
Belə qardaşımın aldığı 100% tərtəmiz, belə qatqısız, soyuq sıxımla əldə edilmiş patron yağında da yemək bişirirəm. Belə. Yaxşı da, niyə minnət vurursan mənə? Nədir? Bəlkə düz demirəm. Onda tez bişir. Ay Fazil, elə bir dediklərim xətrinə dəydi, hə? Yox, fikirləşirəm ki, 100% təbii patron yağında pişən yeməkdən yeyəcəmsə, minnət götürməyə dəyər. Gözlə. Bu sizin bizonvuz, bu da mənim payım. Təşəkkür edirəm. Gözləyirik, gözləyirik. Sənin qadan qal. Biz onu kaset satsaq. Hətta bunu denənlə, hə? Ay bəlli. Soyucu boşalıb xəbərlərin. Şirkətdən bizon gəlsin. Yığma. Mən alver eləmişəm, bütün bizonları satmışam. Bütün kənd bizon içir. Sənin başqadan. Yox, yığma da dedim də. Mən özüm soyuducunu boşaltmışam ki, başqa dükanların soyuducuları işləmir, gətirib bizdə soyudurlar. Oradan sonra da dağıdırlar kəndə bizonları. Bizim marağımız nədir bu başımadan? Mənim öz marağım var da, bir kasetdən bir bizon mənimdir. Yaxşıdır, kəndin bizon içməyi yaxşıdır, hamının bizon içməyi yaxşıdır. Amma bu boyda mağazanı sən özünə işlətməyin xoşuma. Bir də onunla ver. Sən yeganə adamsan ki, gündə bir dəfə döyülməsən, düzəlmirsən. Anam, sən o haldan bilirsən. Doğrudan elədir, axır vaxtda elə biraz yaxşı deyiləm, gözümə də yuxu getdi. Narotomu get sərin, bizon içib gəlib sən yatsıracam. Get. Patronun və Bizonun baş sponsorluğu ilə İki Qapı Arasında serialı reklamlardan sonra davam eder. Seva, sən bilirsən də mənim yoldaşım Uğurmu deyirəm. Elə təmizkar adamdır, ay qız, elə tütüz adamdır, tütüz. Bir paltar ikinci dəfə giyməz, belə qaşınar da. Hə, ona görə də mən gəlmişəm sənə bir qonşu kimi kömək istəyim. Yaxşı eləmsən gəlmişsən, ay Qızılgül, day qonşu dar gündə atanlar da. Belə şeylərdə də kömək olmayacamsa, day nə oldu ki? Sağ ol, qonşuluq eləsi ol. Sən özün illərin xanımısan verirsən də. Paltar yumaq üçün 5 şeyə ehtiyacımız var. Onun 4'ü məndə var, ona ehtiyac yoxdur. Amma bax, deyim sənə nələr də. 1. Çikili şal var. 2. Çikili corab. 3. Çikili köynək. 4 çikili pencək. Hamısı var. Bir cədənə 5-ci çatışmır. Nədir bu 5-ci? Vanna isti su paraşok. Lap üçü birində ol deyə Qızılgül. Yaxşı, vannanı gətirərəm, gözlə. Sağ ol, qonşu dərs. Ay qız, xəbərin oldu da. Nazilə dərindən boşandı axı. Sən demə, Nazilənin ərinin Nazilədən qabaq təxminə adlı bir sevgilisi olub. Təxminə də nə təxminə ya? Elmə tənbəli, qoşul bir qəssaba qaç. Bu yazıq Nazilənin də əri götürə o qızın acığına. Gəlib Naziləni ala. İndi Nazilə də bu xəbəri bilib. Neynə? Fatma Gül. Vanna, Qızılgül. Yenə sən? Gətir, dur. Mənim ərim Uğur deyirəm. O qız pis adamdır ki də. Dedim ki, paltalarını yuyum. Məndə də paraşok vanna, su yoxdur. Dedim, gəlim sizdən paraşok vanna, isti su. Yenə kimin babalını yuyursan? Paltar. Yaxşı elirsən, market deyilsən üçün bura. Davay, marş. Get paraşoku başqa yerdə axtar. Yeri. Otur az. Hacı. Sonra deyirsən ki, vəfa belə, vəfa elə. Sən vəfanı vadar eləyirsən ki, baldızlıq eləsin. Neynirəm ki mən? Heç nə, özü gözümün içinə bax. Sevgi gözümün içinə bax. Sən belə qudurmusan ki ya, belə çıxmısan özündən ki ya. Qardaşımın igid oğlunu Duyğunun yanına hazırlığa göndərirsən. Nə? Hala!
Ha alver gedirin tapmadım sonra deyirlər yekişi döyürsən. Ha döyməsəm işləmirdir bunun qadasına. Ona bir də şabalaq vuracağım. At. Zəlvat. Nə şanslı adamsan sən. Halal olsun sənə. 20 manatlıq bazarlıq bizdən sizə hədiyyə. Gəl ay müəllim, gəl, xoş gəlmisən. Ha müəllim sənin qadan qalsın. Ha müəllim sənə qurban olsun. Nə qarsan nə şocudan bizə yerə girib çıxan səni itirdim. Ha ya istirahət lazım. Çox yorlandı. Arada nerede oynadı? Amino oynadı. Nə bilim PlayStation zad alım gətirim. Arada alverdən sonra bir də istirahət elə. Ay müəllim, sən bekar adamsan. İstirahət nədir? Dincəlmək nədir? Mən iş görürəm, pul qazanmaq lazımdır, alveri artırmaq lazımdır. Kampaniya edirəm. Nə kampaniyası? Ay mağaza dağılır, sən yığ firmaya denən ki, mal gətirsin, ambarda mal yoxdur. Sənin dayın Fazil deyirdi, o yeganə adam ol bir onun başı işlə. Fazilin başı işləmir. Yoxsa mən də demirəm, ümumiyyətlə səni analiz eləyə bilmir. Mən səndə bu yetənəyi görürdüm. Sənin qadan alım. Nə kampaniyası? Nərd kampaniyası. Müəllim, səni götürdün, attın. 2-nin birindən yuxarı düşdü, 20 manatlıq bazarlıq, ürəyin nə istəyir, yığ, apar. Bizdən hədiyyə, düşmədi, bazarın pulunu ver. 2-nin birinə dubir. Dubirdən yuxarı. Dubirmə sənin başın gelir, sən xəstəsən. Olsa nə atırsan 2-birdən yuxarı ver də, belə kampaniya olur. Ala götürdük ala. Dükkanımızı, ev yoxlar, əlim şeylər. İkincində. Bir sən asat da atma, at. Bir qoşa. Bir qoşa aslında yaxşı yerdə lazımlı şey deyildim. Yəni bir qoşa sıxdır, ödə ala. Bir nağı nə də? Vay bir nağı attım, ki belə şey yoxdur. Bildiğin domino kesis elədim. Bir dənə də asam özümü mars eləyəcəm. Sən yox, belə olmayacaq, yox. Mən belə baxıram ki, şillə təpisiz bizim iş yetmir, başqa kompaniyasında işləm. Lom hardadır? Lom? Lom. Dəmir dümür adı. Hə. Bir daha səmtinə dur, bir daha səmtimə dur. Bir dənə dur. Öbdən danış sonra. Allah kimdir? Ərazinin sahə müvəkkili. Uçaskova. Alas, salam rəis, nə tarz adam? Nə yaxşı yığmışıq? O yığılmışıq. Yox. Müdür, satıcı arasında şiddətlə bağlı nəsə eşidib bilməm. Elə bizdə baş verir deyir. Rəis, heçlə buradan götürürdü loməllə. Az qala mən döyür kamera, yəni kayıtlarla baxa bilərsin mağazanın. Əlində lomla mənə. Hə qadağın bir ölçü göstərərsiz, öpürəm. Narahat olma, bu özü sənə məşğul olacaq. Sən sivil qayıtda eləyirik onda işimizə. Şələ, şüləni yığırsan. Rədd olursan, sabahdan bir də səni burada görməyim. Baya düşdü, fikrim satdı sağ. Ay müəllim. Bəli. Çıxartma da məni işdən. Deyirəm ki, rədd ol, sabahdan səni burada görməyim. Mən... Belə sözdən başa düşmər. Öpüm şeylər. Sabahdan səni burada görməyim. Fikrim satdı sağ. Ay bacı. Paraşoku vermişsən, payın artıq olsun. Bunun keyfiyyətisini alın da. Bu nə daha? Heç paraşok da köpük eləmir burada. Bəlkə paltarların çox belə çirkli qalıb, ona görə köpüklənmir. Sağ ol səni. Nə bilim, mənim ərim tərifli mağazada hamı ondan alır. İndi sən bəyənməlisən. Mağaza dünə yadıma düşdü. İndi nə yadıma düşdü? Aslan gün bazarda kimi görsəm yaxşıdır. Kimi? Gülzarı. Nə olur Gülzara? Da bundan artıq nə olacaq? Qara gündən günə qalmaz. Xortdan ibə. Anqudu çıxır. Vay. Mənə bax, bəlkə dərdi zadı var. Xəstədir yazıq. Kaş elə xəstə olaydı. Dərdə çarə tapılardı. Nə yazıq dərdi. Yazıq dərdi. Baldız dərdi, baldız. Ay, baldız demə. Mənim içim yanır, içim göynür. Baldız demə. Baldız. Az təsəri yazıq elə bilir ki, baldızına əri gedib. Bütün günü buna ərri gəlir, deyir ki, paltar yon atağın önündə işlədmiş nübəsindir. Burada paltarı əlinə yışıqlı yazmasın. Öz dədə sevindi onu gör bax. Demə. Asxına gülü. Zəfranım, qızıl gül. Deyirəm o yuduğun paltarlar kimi özün də zivədən asılmaq istəmirsənsə, vannoyu da götür, marş buradan. Götür də vannoyu da. Sən yavaş ol da. Başıma tökəcəksən vannoyu da. Baldız,
Sən xeyr ola paltar yuyan kimi çalxalana gəlmisən. Elə bir nəsə sözdürsən, davaya gəlmisən üstümə. Az mən dava eləsəm, qoşun qabağımda dayana bilməz. Yox, bir uşaq kimi də qoy məni küncə, heç yaxşı olmadı, danla. Sən Duyğu, mən tərəfə bax, eşit o aç qulaqları. Az bir də məxşi müəllim olarsan, xəbərimiz olmaz. Müəllimlik eləyir, mən üçün uşaq öyrədir. Qardaşım deyirsə ki, qonşunun uşağını öyrətmə, deməli, öyrətmə. Nə? Bu kimdir? Deyir bu kimdir? Dədəmiz vəfadaş. Atamdır. Aya, atam bunu belə dəyişir. Rəhmətliyi rahat bırak qoy. Şəkildir də bu. Şəkil sanat deyil, təzədir. Sən elə bacından soruş, neynədin? Neynədi? Sən bacını elə belə bilməyib. Dənə. Getdim, həmişəki kimi sevgikilə. Elə darvazadan bir dənə belə təpki nəfər qoydum sağ. Ay bacım başına dönüm, səhər almışdım sonra belə Çorap vaxtıdır bu. Dalına qulaq as. Dedim o sevgi. Sən nə hoqqa verirsən, nə vaxtdan müəlliməli eləyirsən. Sənin özünə dərs deyərəm. Qadın müəllimsən. Ərin nədir? Onu deyiləyəsən. Qalxıl, otur evində. Sənin qadan alam ay bacı. Sən belə deyəndə mən istəyirəm ki, məhk iş olub, ben zaftalı iş olub. Elə istəyirəm sənin kimi zaftalı olub. Bacın oxşar. Hələ denən ki, bacı Duyğuya nə dedin? Bacımın qadasını alam, nə dedi Duyğuya? İstədim Duyğunu elə ayağımın altında sürütdüyüm. Sənə Balazım. sənə xatilə. Dedim Duyğu, mənim bax bu qardaşımın oğlu sənin üçün iqruşqadır, nədir? Elə hər qapıya göndərirsən. Nə, müəllim zat qıtdığıdır? Bibisi ölməyib, ona daha yaxşı müəllim taparıq. Sən ərinin sözünə qulaq as. Deyir eləmə, eləmə. Sənin qadanın, sən də olan bu zafda, nə rəhmətli kişidə, nə kişinin familyasında, heç kimdə olmayıb. Gəldi sən də çıxırsan. Sənin oğlunun problemini də, sonra həll eləyərəm. Oğlun problemi, nə qədər pul lazımdır, dayı sonra həll edəsən. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, nə? Dayan bir dəqiqə, qarışdırdım. Yaxşı, təzən sayıram, nə olar? Sadiq onu yox. Nə qarışdırdın? Ay Sadiq. Hacı. Başın ölsün, mən Duyğuya deyəcəyim sözləri sevgiyə demişəm. Sarı kişmişə deyəcəyim sözləri qaraya demişəm. Sən sevgiyə dedin ki, oğlunu hazırğa qoyma. Dedim. Sevginin oğlu var, ay baş, niyə mənim yuvamı dağıdırsan? Bu nəsildən adam çıxmayıb, dana problem çıxdı. Gerik budur, dana, gerik budur. Bir də mənim ailəşmə qarışmırsa qal. Heç sən fazilətlərin gözümə göstərməsin. Oğluna derin şələşüləsi yırsın, çıxsın yaşın. Qıtardı, Sadiqinə bax, ha bunu. Nəsildən adam çıxmır, dana problem. Sadiq, ay Sadiq. Adımı saymə mənim. Nə olub? Kefin niyə qaradı? Yəni nətər olacam oğul ki? Sən deyən kampaniyanı elədim. Hə. Sadiq müəllimin xoşuna gəlmədi. Mənə dedi, səni çıxardıram işte. Narahat olma, narahat olma. Nətər narahat olmayayım? Özüm də istədiyim də qız var axı. Mən işləməsəm, onunla nətər evlənəcəm? O mənim boynuma. Narahat olma dedim, narahat olma. Qızı alacağım. Bacararsan oğul kişi. Bacararsan nə də? O vaxtı kəndə 7 oğul gəlmişdi. Oğul deyirəm, 7 oğul istərəm, bahir oğullarla. Onların içində də biri var idi, Calal. Calal. Çox mərifətli, qanacaqlı oğlan idi. Bu kəndimizin bəyinin qızını istəyirdi. Humayə. Allah xoşbəxt eləsin. Amma utancaq idi deyən, elçi düşə bilmirdi. Mən də dedim, narahat olma. Bunu götürdüm, yanıma qoşdum.
apardım bəyin oylağına. Qadan alaram sən, ayaq saqqal. Özümlə də bir dənə aşıq götürdüm. Yanıq kələmi çalsın, belə adam bir pərvazlansın. Söhbətimiz şirin geçsin. Bəyə dedim, aya bu oğlana ver qızı. O da mənim sözümü yerə salan dölüydü. Tas dedi ki, bir adətimiz var da. Adət. Əgər bu oğlan güllədən qaça bilsə, verirəm qızı. Nəysə, tüfəngi götürdüm əlimə, özüm də Salala işarə eləyirəm ki, deməli, mən atandan sən qaç, mən sola atıram, sən sağa. Mən sağa atıram, sən sola. İndi mən atıram sola, bu qaçır gedir sola, ayağına deyir. Mən atıram sağa, bu qaçır gedir ayağına deyir. Hay, özü də mənə əsəbləşdirən bilsən nədir? 2 dəqiqədən bir qayıdır deyir ki, ürəyimi nişan al. Buna bax. Ürəyimi mən güllə ata bilmirəm. Nəysə belə attım, attım. Xülasə. Xülasə nədir? Daxını dedi, evləndilər. Yox. Bəy, qızın atası. Baxdı dedi ki, mənə belə ölü vay oğlan lazım deyil. Yəni sözümün canı odur ki, diribaş ol, sən narahat olma, mən qızı alacağım. Bunu da yazarsan. Oldu. Diribaş ol, diribaş ol. Diribaş olacam. Hə, yazmasan da olar. Salam aleyküm, salam. Duyğu, mənə çay çörək gətir. Başa düşmədim Sadiq. Ha, nə, başa düşmədin, acmışam da, deyirəm çay çörək gətir, bir qismət yeyim da. Səni indi mən elə çayda batıracam ki, sənin bax burada nə iş var? Sən xeyr ola Sevgin evində məndən çay çörək istəyirsən? Nə oldu tok vurmuş oğru kimi? Sevginin evində, hə? Sevginin evində, mən niyə burada çay çörək? Ya, birinci buradan başla. Sən nə gəlsən Sevginin evində? Birinci bunu deyirəm, sonra mən deyirəm. Mən Sevgiyə sistem qoşmağa gəlmişəm. Bax, sənin burada indi nə işin var? Hə? Mən də gəlmişəm təzyiqlə olsa, nə fərq var? Bir dəqiqə dayan, dəli məndən başqa. Sənin bu cür ərin var, bəy kimi kişinin həyat yoldaşı. Niyə qapı-qapı düşməlidir? Niyə kiməsə sistem qoşmalıdır? O kimdir? Kirayə kişi. Sən bu gün ona sistem qoşsan, sən ona çay hazırlayacaqsan, yemək hazırlayacaqsan, ayıb olsun. Mən uşağıma görə edirəm ki, uşağın vaxtına dərsini öyrənsin. Bax, sən niyə belə qaşındırsan? Mənə maraqlıdır o. Qızıq oramda. Uşağına görə hazırladığım çaydan bir stəkan ver, oturaq bir söhbət edək. Səni də birazdan halvavı da hazır edəcəm. Sənə deyirəm sözlərim var, deyən gətirəm sənə zəhərvi. Sevgiyə baş çəkim, öldürüb illər ya. Canay sar girmişim. Nə olub abi? Xəstələndə niyə beləsən? Nə bilim, soyuq dəydi yəqin. Niyə durduq yerdən olsa? Niyə belə halsızsan? Çox pisəm ay Sadiq, çox pisəm. Elə bilmə ha, belə xəstəyəmdən pisəm. Sənin o bacın var ha. Gəlib mənə yenə səsə şeylər danışdı. Nə danışdı? Matım mut qaldı. Heç yavaş danışdı. Nətər yavaş danışım? Deyirəm, bizə eşitmərsən də. Fikrin məndə olsun. Mənim fikrim səndədir. Deyir, mənə gəlib deyir ki, sən deyir, o qədər maharı nifsan deyir, uşağı deyir, göndərirsən Duyğun yanına hazırlığa. Uşaq, oğlan uşağı deyir, Sadiqin oğlu deyir. Ay, Sadiq sənin oğlun mu var? Yoxsa Ləmanı oğlan gözündə mi görür, başım çıxmır mənim? Ha? Bacım savıq desək ki, mənim karvadım var. İnanacaqsan. Nə bilim, valla elə inandırıcı danışır ki, mən inanasıyam ona. Ay bala, bacım mənim bacımdır. Sənin nəyindir? Baltısın. Ay başına dönüm, baldız gəlini iynələyir də. Sənin oğlun olmur, qızın var. O da səni iynələyir. Oğul belə deyir ki, biraz əzsin də. Gəlini iynələmə, baldızdan işidlər. Ay başına dönüm. Heç sən nə deyirəm? Sadiq, gör bir dənə sağalım. Özümə gəlim, onun acığına 2 dənə ikiz oğlan doğum, o da qoy kirmiş dursun. Qadanım, bir də stres məni öldürməz, hər şey hal olacaq. Bir də tez sağalım, başına dönüm. Sən mənim həyatımın sarı. Minər racinin əl, şəfayı, tez sağal, sağal. Sağ ol Sadiq, çox sağ ol hər şeyə görə. Duan var olsun. Sən ki mənə belə dua oxuyursan. Qoy bir dənə sağalım, özümə gəlim. O Kamran balanın dərsləri yarımçıq qalıb. Gedim onları başa salım. Sistem bəsdir, day damarımı dəyişdi. Nə istəyin? Sistemdən var, bir namazıra gəlirəm. Ha. Köç görmü qabağa?
Çay hazırdır. Birazdan halvan da hazır olacaq. Başa düşmədim. Sən sevgin əlindən tutmuşdun. Allah tutmuştum. Ya, qulağından tutmuşdun. Kulağından da tutmuştum. Amma başı qaçıb elə bilə. Ay bala ben ona biraz dua okudum. Gördüm bir xeyir dua verdim. Sonra da elinden tuttum. Kirayın pulunu aldım da dedim birden yastığa ağır olar gider kirayın pulu batar. Allah. 200 madde ilə bir hazırlığın pulundan çıxdım şu an hazır. Yəni biz də müəyyən qədər vicdanlı insanıq, biz də müəyyən qədər insan adamıq. Yəni pula görə elədim, indi səhv eləmişəm, sən bir apar qaytarıb şeyləsin. Yox, deyəm. Hər şey məni şey deyirsən, xahiş edirəm. Ay, bunu başa düşdüm. İndi bir dənə səni də deyən. Sən bacın niyə gəlib mənə deyir ki, sən nə vaxtdan uşağı hazırlaşdıransan? Mən başa düşmürəm, Sadiq. Sənin bacın sevginə məni səhv salır. Ya sən bacıva nəysə səhv demisən, hə? Bacımla baldan yanına. Ha, yox. Bir dayan da. Ha bacım, yazıq bacım apardım həkimə. Həkim dedi ki, bacının başı gedibdi. Ha, onun başı çoxdan gedib. Elə bir uşaqlıq travması, sonra əri işləmir. Sonra oğlu qürbətlədir. Bacımı qınama. Ha, ondan dərdi qurtarmır da. Nəysə, sən bacının sağlamlığına məşğul ol. Mən də bu sevgini sağaldığında uşağın dərsiz adı yarımçıq qalmasın. Yarımçıq qalmasın nə? Bəlkə elə yarımçıq qalsın. Başa düşmədin? Dedim yarımçıq qalmayacaq. Başqa sözüm var? Belə deyəni tam qavradım. Ayrıca sən söz. Düzəlirsən yavaş-yavaş. Saat 7. Tamam, bir tane şeytan deyir. Bunun ikisini də rədd elə. Get bir tane 2 dənə təzəsini al. Sən üçün alacağım bu dəfə. Güzeldi eləmi? Hə, Bu da sənin bazarlığın. sağ ol Uğur kişi. Halal xoşum. Deyirəm, sənin Sən əllərin... canım, mənim əllərimdən işin yoxdur. Bax, paltaryanı düzəltmişəm. Vilkasında boşluq var. Onu da düzəldim, götürüb aparım. Düzəldibsənsə boşluğu sonra düzəlsən bir dənə yoxluyum. Sonra da... Can, Uğur'umun elminə, savadına qurban olum. O bilir neyini, sən narahat olma. Yandır baxaq. Top geçirdir bu. Ay Allah kömürle. Ay Allah kömürle. Top geçirdir bu. Ay Allah. Daha sizə paltaryan lazımdır, ölüyan lazımdır. Ay Allah kömürle. Ay Allah korktu beni. Ay ata ne olar? Beni taparız yanına ay ata. Sen gidenden benim bəxtim talihim çatdı bir kara getirip her şeyim. Ağıma gıdımı kara yazdı talihim. Hey! Meşadoyanehim. Sadi! Hadi! Gibrəmişin gitarasında götür çıx oxu. Nəyə çıxırsan, nə yaxın? Ay mükemmel atamın ruhunla danışıram. Ağrızda atam bu ağaçtan yıkıldı. Derim bedeni gitti hiç olmasa. Ruhun 100% ağaçlandı. Yazık adam nefisi yıkıldı öldü. Nata. Nasıl bu da kaçtı? Sadi! Hadi. Sən hələ bilmirsən ki, atam bu ağacdan düşəndə əzilmədi heç. Abbas kişigilin şalbanına çıxıb, oradan bizim həyətə Levi işıq çəkəndə kişinətər təzəyin içinə elə belə. Ne bildim ne bunlar oldu. Hə, yəni, əgər belə ağlamaq istəyirsən, gəl gedək. Abbas kişigilin həyətinə, həmin o, bax o təzəyin yanında otur. Ay senin için peşek beni öyle tezeye salmak. Ne bileyim şan verden derdimi şeyleyeyim. Onsuz da 1-2-3 kilo getirəm. Sevgiyle duygu birbirlerine yabancı etkileyilir. Her şey üstadsızsa ben getdim, bazı ben öldüm. Ben şahit doya. Sadi! Hadi! Düş aşağı. Başın əlləri ver işi. Ne hallerim sen? Gel bura. Hay kadın. Hallerim sen. Gel, gel. Gel başına da kömək elə biraz. Hə, gör nə deyirəm. Hadi. Gel, gör nə deyirəm. Saxla. Mən yudursa saxla. Deməliyim. Danışdı başı. Nerede? Ne danıştın? Gör nə deyirəm. Day, sevgi, sevgi. Sənin bu qarangilə, duyğu gilə getməyəcək. Dedim amma ki, duyğu, uşağı göndər, oğlan uşağıdır. Biraz qıvraq olsun, yəni heç biri bir-birini başı qurban görməyəcək. Kadın, daha uşaq cevkəli sən. Arahtar birbirinin evine Görməyəcək. Senin kata kalım, ay başı kata kalım. Öpürəm, mən qaçdım onda, mən qaçdım. Bir dənə də şey deyim də, suyu kəsim.
Gör nə deyir bacın? Ay Sadiq, vəfadarın olması. Nə oldu vətən? Nə? Heç nə oldu, bir bazarlıq. Vəfadar buradadır. Vəfadar buradadır. Dədəmin adıdır. Yaxşı, həll eləyəcəm, yaxşı. Həll eləyəm, vəfadar problemi məndə, həll eləyəcəm. Eləmi? Narahatam. Eləmi? Ay Sadiq. Oldu. İşte. Sənə qurban olum ayığı. Sənə gələn mənə gəlsin ayığı. Nə oldu axı sənə? Ay mənim evimin dirəyi. Qoy gedi evə çatan. Sənə zoğallı çay eləyəcəm. Ya məni tok vurub deyil, soyuq dəyməyibdir. Tez elə torpağa basır məni. Nə torpağı ayığı? Mən səni diri necə bastırım ayığı? Ya var. Bəs cəmaat mənə nə deyər ayığı? Ya var, burada da var. Burada da xar. Uğurum canım ayığı vur. Ayığı. Ay komşular. Yaxşısan, önüm qabağında ayığı. Qurban olum sən ayığı. Evim yıxıldı. Ay! Hələ də tok buraxırsan, sənə qurban olum. Bəli, Azərbaycanın dialekt sözləri və şivəsi mövzusunda Respublika birincisi olan Kamranın ailəsinin yanındayıq. İstəyirəm ki, bir özümüzü alqışlayaq. Öncəliklə sözü verək Kamranın müəlliməsinə. Bu qalibiyyətlə bağlı nə demək istəyirsiniz? Mən nə deyə bilərəm ki, bir onu bilirəm ki, Kamran balı ilə çox fəxr edirəm. Özü mən bayaqdan baxıram ki, heç də Kamran belə lələyən uşaq zad deyil. Ha, çox belə becitdir, hər şey tez bazar qavrayır. Maşallah, kəllədir balam. Ay müəllimə, siz nə danışırsınız? Deyirəm qavrayırdan ha, tez bazar hər şey tutur. Heç nə başa düşmədim. Keçək sizə. Kamranın anası siz elə deyilmi? Az verdi mikrofonu. Mən oğlumla fəxr edirəm. İnanıram ki, o bizi həmişə sevindirəcək mənim oğullu balam. Neysə. Kamran, sən də öz ürək sözlərini bizimlə paylaş. Necəsən? Mən yaxşıyam. Sən ancaqsan. Necə? Mən səni də başa düşmürəm. Neysə. Nətərsən da, narisən? Bəs xanım, siz kimsiz? Mən deməli bu dəqiqə deyəcəm ki, mən hara bax. Bu kameraya zəhmət olsun. Mən bu istedadlı balaların, ümumiyyətlə bütün istedadlı balaların birisiyəm, bəli, birisiyəm. Elə mənim öz oğlum da Yaxşı. Ağlamayın. Türkiyədə təhsil alır maması qurban, vəfadar. Baxırsan mamana, vəfadar. Mama buradadır. Türkiyədə təhsil alır oğlum. Ümumiyyətlə bizim məhəllədən, bax buradan, kətdən, kəsəkdən ancaq istedadlar çıxır. Məsələn, götürək Fazil müəllimi. Fazil müəllimin 2 diplomu var. Ağsaqqal, siz də özünüzü təqdim eləyən kimsiz ailədə? Mən bu Vəfa xanımın həyat yoldaşıyam. Özdə 2 dənə diplomum var. Mən Kamran balanı çox ürəkdən təbrik eləyirəm. Məncə əsas danışmalı adam qalıb qıraqda. Qoy o danışsın. Kimdir ki o ağsaqqal? Kamranın atası. Nəyi? Siz də öz ürək sözlərinizi bizimlə paylaşardınız. Kamran atasından mən ürək sözlərdən vida sözlərimi istəyirəm paylaşam. Buradan üzümü tuturam, imkanlı şəxslərə xahiş edirəm, imkanlaşdırım mənim yazımda iştirak edin. Bacı sən bir dənə Rizvana sən gələ, mənim qəbrimi qalsın, sizdə xahiş edirəm. Heç sana getməyin. Birazdan mənim yaş mərasimim olacaq. Gəldiniz, mənim yuvamı dağıtdınız. Sadiq! Əlini mənə sarı deyirəm, axı söz deyirəm. Sən qarışdırma, ha. Getdimi 40'ın virgine sal. Raskodu kalsın. Öyle. Sen dersen ağla. Ağla. Bir cədələr 5-ci çatışmır. Nədir bu 5-ci? Vanna Isuzu paraşok. Oradan ayrı bari. Bacımsan? Biz 2 bacıyıq. Bu da bizim bacımız. 3 bacıyıq biz. 3 bacı da olmasın. Dolmayıq biz. Eve yedirəm kirini səni. Ne? Ben.
Patronun və Bizonun baş sponsorluğu ilə İki Qapı Arasında serialı başa çatdı.